Bu bizim hamımızı narahat eləyən məsələdir. İlk fəzilət ki, sayır əleyhissalam daxili fəzilət, mənəvi fəzilət sayır. Buyurur ki, nuzzilət ənfusuhum minhum fil bəla kəlləti nuzzilət firrəxa. Buyurur ki, bəla vaxtı təqvalılar eyni ilə xoşluq vaxtı olduqları haldadılar. Bəla onlara nazil olanda şad halları necədirsə, xoşluq halları necədirsə, həmin haldadılar. Yəni, halları fərq eləmir. Onlara bəla nazil olduğu zaman elə eyni şadlıqdadılar, şad haldadılar. Bu bir xüsusiyyətdir. Yəni, təkcə zahirən yox, qəlblərinə aid danışır, qəlblərinə aid. Daxili halları, bəla və rahatlıq vaxtı eynidir, dəyişməzdir. Bəla onların hallarını xarab eləmir. Məsələn, bizim qanımız qara olanda mütləq bilirik ki, nəsə xoşa gəlməz hadisə olub bizim qanımız qaralır. Amma deyir, təqvalıların halını heç bir hadisə xarab eləmir, qanı qaralmır. Hadisənin onlara belə bir təsir imkanı yoxdur. Onun qanı qara ola bilməz hadisədən. Hadisənin ona bu dərəcədə təsir imkanı yoxdur ki, əhval-ruhiyyəsini dəyişsin. Bu xüsusiyyəti yoxdur. Onlar o qədər şaddılar ki, heç bir hadisə sevinclərini əllərindən almır. Şadlıqlarını əllərindən almır. Demir, onlar bəlaya səbr edir, belə demir. Demir ki, bəla zamanı dözürlər, deyir, bəla ilə şadlıq halları fərq eləmir. Eyni haldadılar. Asayiş və neymətdə bəlada olduqları kimidirlər. Bəlada əksinə asayiş və şadlıqdakı kimidirlər, eyni haldadılar. Yəni, bunun toy günüdür, ad günüdür, ya sıxıntılı bir günüdür. Günün halı, hadisəsi bunun əhval-ruhiyyəsinə zərrə qədər təsir eləmir. Bu, təqvalı adamın xüsusiyyətidir. Burada bir haşiyə deyil, elə bəhsin içində bir vurğu eləmək istəyirəm bir məsələyə. O da bundan ibarətdir ki, biz adətən hesab edirik ki, bizim əsas problemimiz bəlalarla bağlıdır. Biz elə güman edirik ki, bizim xoşluqla, şadlıqla problemimiz yoxdur. Biz elə düşünürük. Deyirik, şadlıqdır da, adı üstündədir, toydur, ad günüdür, pul qazanmışam, keyfim kökdür. Yəni, bu ləzzətdir də, bu ilə bağlı nəsə məni narahat eləməli deyil. Hacı filan kəs, məsələn, sən bəladan danış mənə ki, bəla ilə neyniyim? Biz belə düşünürük. Qəm zamanı neyniyək, çətin, biz bunu çətin hesab edirik. Deyirik, şadlıq şadlıqdır, burada necə rəftar eləməyə, öyrətməyə ehtiyac yoxdur, belə düşünürük. Amma vacib məsələ budur ki, bir insan istəsə bəla vaxtı, halı, rahatlıq vaxtında olduğu kimi olsun, ilk növbədə xoş günlərində olan halına diqqət eləməlidir. Biz adətən bəlaya diqqət edirdik, xoşluğa çətin deyil də, xoşluq xoşluqdur. Bəla ilə necə rəftar eləyək? Mən deyirəm ki, biz istəsək bəlaya adekvat olaq, bəla zamanı haldan çıxmayaq, ilk növbədə xoşluq zamanı, yaxşı günlərimizdəki halımıza daha çox diqqət edək. Daha çox diqqət olunmalı hal yaxşı zamanlarda, keyfin kök olan vaxtda olan halındır. Biz düşünməməliyik ki, bizim şadlıqla problemimiz yoxdur. Biz belə düşünməməliyik. Hamı deyir, çətinliyə necə dözüm? Hamı deyir, bəlaya necə dözüm? Amma heç kəs soruşmur ki, xoşluğa necə dözüm? Rahatlığa necə dözüm? Onu soruşan yoxdur. Ona görə ki, heç kəs şadlıq vaxtı halına diqqət eləmir. Neymət vaxtı halına diqqət eləmir. Gərək bəla gəlsin ki, bu özünə qayıtsın. Bu səhv yanaşmadır. Kökündən səhvdir. Əleyhissalam buyurur ki, bəla vaxtı, halları şadlıq vaxtındakı kimidir. Hamı dərhal deyir ki, bəla vaxtı necə eləyim? Daha demir ki, şadlıq vaxtı necə eləyim? Rahatlıq vaxtı necə eləyim? Biz halımızı düzəltməyə xoş günlərimizdən başlamalıyıq. Rahat günlərimizdən başlamalıyıq. Bizim çox zaman şadlıq vəziyyətində halımız səhvdir. Rifah vəziyyətində halımız səhvdir. Asayiş vaxtında halımız səhvdir. Biz şad olanda özümüzü itiririk, qəşş eləyirik, qərq oluruq o şadlığa. İzafi şadlıq göstəririk. Zəiflik bizim təkcə bəlalara aid, halımıza aid deyil. Zəiflik həm də əsasən bizim şadlığımızla bağlı vəziyyətimizdədir. Biz şadlıqların müqabilində zəiflik göstəririk. Həyəcanımız çox olur şad günlərimizdə. Sevincimizin dozasını artırırıq. Sonra da bu yalançı həyəcan yatır. Yadda saxlayın, bunlar hamısı həyat qaydalarıdır. O lazım olduğundan çox bir şeyə sevindin ki, ona o qədər layiq deyildi sevinmək. Mütləq o həyəcan yatır, sonra bir dənə ağır qəm gətirir qəlbə. Bu qaçılmazdır. Bunun nə dinlə əlaqəsi var, bu təbiətidir insanın. İnsanın mahiyyətidir. Niyə qəhqəhəli gülüş məkruhdur dinimizdə? Bunu deyən kimi, gülməyək də daim məsələn.
Səthi baxan adamlar dinə həmişə qoymur sözü danışasan. Deyir, qəhqəhəli çox belə şaqqanaq çəkib Bakılılar demişkən gülmək məkruhdur. Niyə görə bunu deyir? Səbəb budur ki, kiçik şadlığa görə qəhqəhə ilə gülmək özünü aldatmaq deməkdir. Və din şadlıq tərəfdarı olduğu üçün belə gülməyə qadağan edir. Çünki bu qəhqəhəli gülüş ki, yersiz idi, dozası çox idi, dalıca qəm gələcək. O qəmin gəlməməyi üçün Allah deyir ki, burada bunu eləmə. Allah sevincin tərəfdarı olduğu üçün bunu deyir. İstəmir bir an qəlbi və qəm gəlsin deyə deyir, çox əlvi ayağı itirmə. Bir damcı biraz güzaranın yaxşı olan kimi nə olub sənə? Çıxırsan özündən. Bu qədər sevinməli məsələ deyil axı bu. Bu qədər sevinməli məsələ deyil. Bəzi şeylər var, adam qorxur danışmağa, məntiqin tutmur sözünü deyir, yaşamayaq da onda. Deyir, yaşa əksinə. Deyir, şadlığın dərin olsun, davamlı olsun deyə xırda-xırış şeylərə çox sevinəndə o sən dərin şadlığın qabağını alırsan və qəm gəlir ürəyivə, qəm gətirir sənə. Qaydadır və bu qaydaları yadda saxlayın. Qayda budur ki, xoşluq vaxtı həddən artıq çox şad olsan, bəla vaxtı həddən artıq istirab çəkəcəksən. Qaydadır. Xoşluq vaxtı həddən artıq sevinsən, bəla vaxtı həddindən artıq istirab çəkəcəksən, əzab çəkəcəksən. İnsan şadlığına nəzarət elədikcə şadlığı dərinləşir. İnsan qəminə nəzarət elədikcə qəm asanlaşır. Bir dənə hadisə baş verib, çox başladın sözü əldən verməyə, qəm də ağırlaşır, bəla da daha da ağırlaşır. Onsuz da bəla da gəlib. Daha da ağırlaşdırma münasibəti.